Sizlərə bugün çox gözəl 2 mərtəbəli, kupçalı, 5 otaqlı həyət evini təqdim edirəm. Qiyməti çox münasibdir. Hal-hazırda olan 5 otaqlı evlərin içərisində qeyd edə bilərəm ki, marşrut dayanacağına yaxın ən ucuz təklif olunan evlərdən biridir. Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Abşeron rayonu Masazır qəsəbəsində, hündür ərazidə General Hakim Abbasov küçəsi marşrut dayanacağından cəmi 30 metrlik məsafədə qazı, suyu, işığı, kanalizasiyası daimi olan hündür bir yerdə belə bir həyət evimiz satışa çıxarılıb. Evin tikilişi barəsində qeyd edim ki, başlanğıcından sonuna kimi qoşaq obyektdən istifadə olunub. Fundamental tikilişə malikdir. Mərtəbə arası monolit və ikinci mərtəbənin sonunda kəmər atılıb, hündür zirzəmi hissəsi var. Baxın, bu pəncərələrdəki, yəni həyətə pəncərə baxmır. Xüsusilə qeyd edim ki, fortuska pəncərələrdir. Həyətə heç bir pəncərə baxmır. Həyət yanı sahəsi, baxın belə, burada kiçik torpaq sahəsi ayrılıb, yerdən kürsülüdür. Fasad qabancıq daşlarla üzlənib, kürsü hissəsi abisovka daşlar, həyət tamet daşla üzlənib. Eyni zamanda uzaqdan pult ilə idarə olunan jalüz darvaza, ətrafdakı evlər 2 mərtəbəli villa üslubunda inşa olunan evlərdir. Həyətin baxın bu küncü hissəsində belə bir yer saxlanılıb. Gələcəkdə istəsəz besetkada yığdıra bilərsiniz. Dəyərli izləyicilərimiz, qiyməti də elə əvvəlcədən qeyd edəcəm. Çox gözəl evdir. 133 min manata. 133 min manata satışda, yəni belə ev yoxdur. Bu qiymətə ev yoxdur. Yeni də təmirdən çıxmış yeni evimizdir. Qranit gördüyünüz bütün hissələr istipolla əvəz olunub. Gözəl, geniş dəhliz, ikinci mərtəbəyə qalxan pilləkənlər monolit betondan yığılıb. Üzəri xüsusi ağac materialına hazırlanmış pilləkəndir. Gözəl dəhliz, tavan hündürlüyü standartdan artıqdır. Yəni qeyd edim ki, internetinə kimi hazır şəkildə çəkilib kollektor sistemi. Baxın, burada yığılıb, həm kollektor sistemi var, həm kombi xəttləri atılıb. Çox gözəl proyektdə olan bir həyət evimiz satışa çıxarılıb. Sizlərə ilk öncə evimizin mətbəx hissəsini təqdim edim ki, yəni bugünkü gündə axtardığınız genişlikdə olan bir mətbəxlərdən biridir ki, mətbəxi genişdir. Arxasında da belə bir xudmani kiçik bir həyət yanı sahəsi var. Təbii ki, bu arxa hissəsi düzələcək. Eyni zamanda mətbəx də istif oldu. Bir daha da qeyd edim, qiyməti 133 min manatı təklif olunur. Ünvan Masazır, Masazırın hündür yerində. Deməli, bu yaxınlıqda yerləşir. Ailə market, oban market var burada yaxınlığında. 6 saylı məktəbə çatmamışdır. 569 nömrə marşrut xətti evin 1 dəqiqəlik məsafəliyindən keçir. Belə bir gözəl qonaq otağımız var ki, tavanda figurlar, spotlar quraşdırılıb, televizor üçün tristentinə kimi yığılıb, hazır vəziyyətdədir. Çox gözəl evdir. Və real alıcılarla da qiymətdə razılaşma olacaq. Evimizin sanitar qovşağı razılıq əsasında aksesuarı quraşdırıla bilər və vaxt itirmədən qalxaq ikinci mərtəbəyə. Və evimizin pilləkənına fikir versəz, pilləkən çox rahat şəkildə yığılıb. Baxın, 2 mərhələli pilləkəndan istifadə olunub. İkinci mərtəbəyə qalxdıqda eyvan sahəsinə çıxış. Gəlin ilk öncə eyvan sahəsini göstərim. Ərazini də göstərim, bəlkə tanıyanlar bilər. Balkon genişdir. Burada deməli tavana çıxış qoyulub. Evin damına. Ərazidə baxın belədir. Tam yaşayışlı bir ərazidir və bu evimiz də daxilində təmir işi gedir. Proyekti, baxın belə bir proyekti olacaq. Ərazidə tam yaşayışlı, gözəl bir yerdir. Deməli, burada bizdə yataq otaqlarıdır, 3 yataq otağı. Sənəd kupçadır, evin də torpağın da kupçası var. Otaqların genişliyi də maşallah olsun, çox super bir genişlikdə olan otaqları var. Pəncərələrin hamısının qarşısı açıqdır. Dəyərli izləyicilərimiz, sizin də satışda mülkünüz varsa, tez satış üçün bizə müraciət edə bilərsiniz. Deməli, sanitar qovşağı. Sağ olun.